Salam, hər vaxtınız xeyir müəllimlər, necəsiz? Deməli, MHM-in hüvəqlaşdırma izahını vermişəm. Ancaq ki, içərisində bəzi dəyişikliklər var. İstəmədim ki, təkcə onları izah edeyim. İstədim ki, elə nə varsa hamısını izah edeyim. Deməli, baxırıq 81-ci suala. Deyir ki, neçə ədəd onluqlara qədər hüvəqlaşdırdıqda 50 alınar. Ümumiyyətlə, yadınızda saxlayın. Neçə ədədi deyirsə, biz bu zaman nə edirik? Qələmimizi düzəldək. Aha, neçə ədəd deyirsə, onluqlara qədər yuvaqlaşdır deyirsə, biz bu zaman 50 demir, 50-nin dalında neçə dənə 0 var? Baxıram ki, 50-nin dalında bir dənə 0 var. Yəni, sıfırların sayı qədər 9 yazırıq. Yəni, neçə ədəd söhbətində də və ya belə də sual verilir ki, məsələn, yuvaqlaşdırdıqda 50 alınan ən böyük və ən kiçik ədədə fərqini tapın. Bu sualda da həmçinin neçə ədəd söhbətində də sonundakı sıfırların sayı qədər 9 yazırıq. Bu praktik üsuldur. Ancaq bəs bunun qaydası necədir? Riyazi qaydası necədir? Onluqlara qədər yuvaqlaşdıranda 50 alınan ən böyük ədədi tapmaq üçün üzərinə 4 əlavə edirik. Olur yəni 54. Ən kiçik ədəd tapmaq üçün isə 5 çıxırıq. Bax, yenə deyirəm. Onluqlara qədər yuvaqlaşdıranda ən böyük ədəd tapanda üzərinə 4 əlavə edirik. Ən kiçik ədədi tapanda isə 5 çıxırıq. Olur nə? 45. Məndən də bu ədədlərin fərqini istəyir. Nə edirəm? Çıxıram eləyir 9 dənə. Elə neçə ədəd də söhbətində. Deyir, yəni, hansı ədədləri belə deyək? Sayı nə qədərdir ki, o ədədlərin yuvaqlaşdıranda 50 eləyir, tapırıq ki, 9 dənə. Bu, riyazi üsuldur. Praktik üsulu isə sonundakı sıfırların sayı qədər 9 yazırıq. Baxaq ikinci sualımıza. Deyir ki, neçə ədədi yüzlüklərə qədər yuvaqlaşdıranda 400 alınır. Tez nə edirəm? 400-ün dalında neçə 0 var? 2 dənə. Deməli, cavabım nə olacaq? Sıfırların sayı qədər dedik, 9 yazırıq. Cavabımız olacaq 99. Efsio. Bu qədər sadə. Yenə deyirəm, fərqi söhbəti də buna aiddir. Həmçinin də neçə ədəd söhbəti də bu cürlə həll olunur. İndi gəlin, baxağın 3-cü suala. Deyir ki, 65-dən 131-ə qədər neçə yuvarlaq ədəd var? Yuvarlaq nə deməkdir? Yəni, sonu 0-la qutaran 65-dən yuxarı, 131-dən aşağı. Bu zaman, belə deyək də, yazsaq belə yazırıq. Deyir, 70, 65-dən yuxarı. Qələmimizi götürək. Deyirik, məsələn, 70, deyirik 80, deyirik 90, deyirik 100, 110, 120, 130. Bu riyazi qaydadır. Yəni, mən bir-bir yazmaqla tapıram. Sayını tapıram ki, 1, 2, 3, 4, 5, 6, 7 dənə. Cavabımız burada olur 7. Bəs ay müəllimə, böyük ədəd olsa nə edəcəm? Onda da mı bu üsuldan istifadə edəcəm? Xeyr. Bu zaman biz hansı üsuldan istifadə edirik? Bir dəqiqə buranı pozum. Deməli, o zaman biz nə edirik? Ədədimizi yazırıq. Demir 65-dən neçə qədər? 131-ə qədər. Hər iki ədəddə təkliyi silin. Bu praktik üsuldur. Bu üsulu özüm tapmışam. Deməli, təkliyi silirik. Yerdə nə qalır? Burada 6, burada qalır 13. Deməli, o aralıqda yerləşən 13-dən də çıxıram 6-sını, tapıram ki, 7 dənə yuvarlaq ədəd yerləşir. Gəlin bu üsulla o biri sualı həll eləyək. Baxaq o biri suala. Deyir ki, 53 ilə 92 arasında. Nə edirəm? Yazıram 53, burada 92. Təkliklərini silirik. Sadəcə təkliklərini. Burada qalır 9, burada qalır 5. 9-dan 5-in çıxan nə qədər eləyir? 4 dənə. Bu qədər sadə. İndi gəlin baxaq bu biri suallarımıza.
Deyir ki, yüzlükləri qədər yuvarlaşdıranda 500 alınan 4/8-dən böyük neçə ədəd var? Məsələ 85-ə baxırıq. Deməli, bizə fikir verin. Deyir, yuvarlaşdıranda 500 alınan. Bizdən neçə ədədi soruşur da, düzdür? Bunu necə tapa bilərəm? 488-dən böyük halını istəyir. Ona görə də mən baxmalıyım ki, 500 alınan yuxarısını tapmalıyam. Yəni, yuvarlaşdıranda 500 alınan ən böyük ədəd hansıdır? Çünki 488-dən böyük olanlar ola bilər də. Bu zaman nə edirik? 500-ün üzərinə 49 gəlirik. Çünki yüzlüklərə qədər yuvarlaşdıranda ən böyüyünü tapanda üzərinə 49 əlavə edirik. Ən kiçiyini tapanda isə 50 çıxırıq. Bu da eləyir nə? 549. İndi mənə deyir ki, 488-dən böyük olan neçə dənə ədəd var? Yəni 549-a kimi? 549 ora daxildir. Çünki 549-un adını çəkməyib. Ona görə də 549-dan çıxırıq 488-i. Bu da eləyir nə? 61. Ancaq bizə deyir axı 4/8-dən böyük. Yəni 4/8 o aralığa daxil deyil. Ona görə də birini də çıxıram. Deyirəm ki, 60 dənə ədəd var. Yenə deyirəm, belə olan halda bizdən əgər desəydi 4/8-dən kiçik, onda mən 500-dən 50 çıxacaqdım. Çünki ən kiçik 450-dir də. Axı, mənə 4/8-dən böyük dediyinə görə bu zaman 500-ün üzərinə 49 gəlirik. Olur 549. Mənə də deyir ki, 4/8-dən böyük. 549 bura daxildir, yenə deyirəm. Çünki mənə orada şərtdə birinci şərti verib, ikinci şərti isə aid olmadığına görə 549-dan 4/8-ini çıxırıq və sonra isə birini çıxırıq. Cavabımız eləyir 60. Gəlin baxaq. Deməli, 86-ya. Gəlin, buranı silək birinci ilk öncə. Deməli, deyir ki, minliklərə qədər yuvarlaşdıranda 4000 alınan 4333-dən kiçik 3784-dən böyük. Burada aralıq verib ikilərinə. Bayaqçında bir dənə aralıq vermişdi. Yəni, orada deyirdi ki, 488-dən böyük. Burada isə deyir ki, 4333-lə 3784 arasında yerləşənlər istəyir. Nə edirəm? Heç nə. Bu laf sadə. 4300 görək qələmimiz niyə yazmır? Aha. 4333-dən çıxırıq 3784-ü. Burada çıxanda burada eləyir 9, burada eləyir 4, burada eləyir 5. 549. Ancaq bir şey var. Burada 433 ora daxil olmadığına görə 3784 ora daxil olmadığına görə ona görə ikisini çıxırıq burada. Yenə deyirəm, burada 2 aralıq verdiyinə görə ikisini çıxırıq. Bu da eləyir nə? 547. Cavabımız eləyir A variantı. Hepsi. Nəyin də başa düşməsəz dərsə soruşa bilərsiniz. Gəlin baxaqın. Deməli, məsələ 87-yə. Deyir ki, yuvarlaşdırdıqda, yüzlükləri qədər yuvarlaşdırdıqda 400 alınan ən böyük rəqəmlərin müxtəlif olan ədədə rəqəmləri cəmini tapın. Deməli, ən böyücünü istəyirsə, dedik ki, yüzlüyə qədər yuvarlaşdıranda ən böyüyünü tapanda üzərinə 49 gəlir. Bu da eləyir nə? 449. Mənən burada istəyir ki, rəqəmləri müxtəlif olsun. Rəqəmlərin müxtəlif olması üçün burada 2-yə 4 ola bilməz axı. Mən baxıram ki, burada 4-ün birincisini dəyişə bilərəm. Yox.
Çünki birincisini dəyişəndə yuvaqlaşdıranda bu zaman, yəni 400 alına bilməz. Bu zaman nə edirəm? İkincini dəyişə bilərəm. İkincini dəyişməkdən ötürü ən böyüyü 449 olduğuna görə biz nə edirik? Bir vahid azaldırıq. Çünki burada ən böyük sözünü yazıbsa, müəllimlər, bax fikir verin. Ən böyük sözünü yazıbsa, deməli bir vahid, yəni bundan yuxarısı yoxdur da. 449'a yuxarısı yoxdur. Deməli, nə etməliyəm? Bir vahid onluğu azaltmalıyam. O da olmalıdır 439. Məndən də bu rəqəmlərin cəmini istəyir. Nə edirik? Toplayırıq. Bu da eləyir. Deməli 16. Cavabımız eləyir A variantı. Sonra gəlin o biri suala baxaq. Görək bu biri sualda bizə nə deyir? Aha. Deyir ki, yüzlükləri qədər yuvaqlaşdıranda 600 alınan ən kiçik. Deməli, ən kiçik deyəndə dedi, yüzlüyə qədər yuvaqlaşdıranda 50 çıxırıq. Ən böyük deyəndə üzərinə 49 əlavə eləyirik. Deməli, ən kiçik dediyinə görə nə edirəm? Çıxıram. 600-dən 50-sini çıxanda qalır nə? 550. İndi mənə deyir ki, rəqəmləri müxtəlif olsun. Yenə deyirəm, birinci yerdəki ədədin rəqəmi dəyişmək olmaz. İkinci yerdəkini dəyişə bilərik. Yəni, ən kiçiyi 550 olduğuna görə bunu nə edə bilərəm? Onluğu bir vahid artıra bilərəm. Yenə deyirəm, əgər biz ən kiçiyini tapmışıqsa, deməli, baxacağımız ədədi artırırıq 600 alınmaqdan ötürü. Əgər ən böyüyünü tapsaydıq, azaldacaqdıq. Bayaq ki, sualda ən böyüyü idi. Bu da olacaq nə? 560. Məndən rəqəmlər cəmini soruşur. Rəqəmlərini toplayırıq. O da eləyir 11. Cavabımız C variantı eləyir. Sonra gələk baxaq bu bir suala. Deməli, deyir ki, minliklərə qədər yuvaqlaşdıranda 4000 alınan ən böyük. Deməli, bayaqları yüzlük idi. Üzərinə 49 əlavə edirdik. Düzdür? İndi isə minlikdir. Məndən ən böyük istəyirsə, ən böyüyünü tapmaq üçün nə edirəm? Üzərinə 499 gəlirik. Ən böyüyünü tapmaq üçün üzərinə 499 gəlirik. Ona görə də olacaq nə? 4499. İndi mən deyir ki, ən böyük rəqəmləri müxtəlif. Baxıram ki, burada 2-4 var, 2-9 var. Mən də minliklərə qədər yuvaqlaşdırdıqda deyir də, düzdür. Deməli, mən buradakı 4-ə deyə bilmərəm, minlikdəki. Deməli, mən yüzlükdəki 4-ü azalda bilərəm. Yenə deyirəm, ən böyüyünü tapdığımıza görə azalda bilərik. Yəni, burada 4, burada 3. Buradakı 9-a dəymirəm. Niyə görə? Çünki bizdən ən böyüyünü istədiyinə görə onluq böyük olsun, yox, təklik kiçik ola da bilər. Təklik də olur nə? 8. Bu rəqəmlərin cəmi də deməli 4-ün üstünə 3, 7, 7-nin üstünə 9, 16, 16-nın da üstünə 8 gəlirəm. Cavabımız olur 22. Yəni düzmü gəldi? 9-un üstünə 8, 17, 17-nin üstünə də 17-nin üstünə 7 gələndə 24 deyim. Mən niyə 22 dedim? 4-ün üstünə 3, 7, 7-nin üstünə 9, 16, 16-ın üstünə 8. Hə, 24 eləyir müəllimlər. Deyirəm axı, niyə kiçik alındı? 24. Cavabımız olur D variantı. Gəlin o biri sualımıza baxaq. Bunu silək. Nəyə başa düşməsəz, dərs vaxtı sual verə bilər.